Hörmətli izləyicilər, bugünkü gün əmlak bazarında 55 min manatı nə almaq mümkündür? Hələ də ki, mənzildə, yəni həyət evi yoxdur. Yəni, biraz düşünsəz, görəcəksiniz ki, 55 min manat əmlak bazarında çox cüzi bir məbləğdir. Deməli, sizə yatırım etmək üçün, kirayə qurtulmaq üçün çox gözəl bir təklifim var. Giriş qapısı buradadır. 31 kvadrat metrdir, 55 min manata satılır. Yəni bazarda artıq belə qiymətə mənzillər yoxdur. Girişin solunda hamam aksesuarlardır. Hamam otaqda hamam aksesuarları tam şəkildə quraşdırılıb. Yəni bu ifadələri, bu mənzili satmaq məqsədilə işlədirəm, amma yəni bu reallıqdır. Gəlib baxarsanız özünüz şahidi olacaqsınız bunun. Deməli 31 kvadrat 2 otağa düzəlmək, kirayə vermək üçün ideal təklifdir. Alın, dərhal 354 manata kirayə verin. Giriş qapısını göstərdim. Studiya zalıdır, bax bu şəkildə düzəldirib. Yerləşir Avpark yaşayış kompleksində. 18 mərtəbəli binadır. 16-cı mərtəbəsində, 15-ci mərtəbəsində daha doğrusu yerləşir. 2 sürətli lifti, yeraltı, yerüstü avtomobil dayanacağı. Bu kompleksin daxilində kompleks o qədər böyükdür ki, klinikadan tutmuş, restorandan tutmuş, kafedən, məktəbə qədər hər bir şey var. Yəni bu bir ayrıca şəhərcikdir. Buradan çıxmadan bütün məsələlərinizi həll edə bilərsiniz. Burası studiyası idi, burada yataq otağıdır. Belə bir mənzil. Satılır 55 min manata. Bu gün alın, elə 2 günə də içini doldurun, kirayə verin. 55 min manat. Sənəd müqavilədir. Bütün kommunallar mövcuddur. Avpark yaşayış kompleksində yerləşir. Yeraltı, yerüstü avtomobil dayanacağı var. Bu kompleksin bütün şəraiti mövcuddur. Məktəb kompleksin daxilində də var özəl məktəb. Dövlət məktəbindən arası 50 metr. Alın, kirayə verin, sağ olun, salamat qalın.